10 manatlıq köynəklərimizlə yanaşı, biz iki mağazamızda 9 manata, 7 manata, 10 manata köynəklərimiz çoxdur. Bu isə 10 manatlıqlara yanaşı, onların üstə 10 manat üstə 5 manat, 6 manat, biraz da pul qoysan, bax, keçirsən bu üzə. Burada onların biraz fərqli, biraz da daha üstün parçaları var. Məsəl üçün, bax, buna mən portağal rəngi deyirəm, buna isə ayıb olmasa xiyar rəngi deyirəm, amma yəni həqiqətən qəşəngliklərdir. İdeal, yəni yayın malda sərinlik verir bu rənglərdə. Bunu görsən adam rahatdır. Yayda tünd də geyinmək olmaz. Ancaq adamı boğursa, araba belə tünd qəhvəyi rəng, hansı ki bu ilin ən dəbli rəngi seçilibdir qəhvəyi rəng. Bunlar da ki standart həmişə bizdə olan modellərdir. Ümumiyyətlə köynək modelimiz çoxdur. Girişdəkilərdən alır. Bu hissədə işıq düşəndə rəngi dəyişən köynəklər, futbolkalar. Bax, aşağılar hamısı süpürəm 9 manatlıq var. Daha sonra mağazanın bu tərəfdə yenə eyni qaydada 10 manat, 15 manatlıqlarla qarışıq şəkildə yığılıbdır. Burada da var. Sonra gəl bu hissəni çək. Daha sonra o hissəni çək. Hələ mən giriş tərəfi tutmadım. Orada bunun bəlkə 2 qatı qədər də çox köynək var. Hər cür model var. Məsəl üçün oversize'lər yığmışıq bura, bu hissəyə. Yəni bir tərəf ancaq oversize, bir tərəf ancaq sadələr. Modelimiz çoxdur. 20 yanvar filialımıza yaxınlaşa bilərsiniz. Həmçinin 28 may filialımıza yaxınlaşa bilərsiniz. 20 yanvarda mağaza maşallah genişdir. 28 nisbətən orada daha çox çeşid var və qiymətlər burada biraz daha münasibdir. Hər ikisi qiymətlərin sadəcə burada daha ucuz, biraz fərqli mallarımız daha tez olur. Çünki burada təzə filialdır. Burada kampaniyaları çox edirik. Səhifədə də hər iki ünvanımızın yol videosu var. Hamınızı gözləyirəm.